Əgər Azərbaycanın inkişafını istəyirsə, bu məmləkətdə birinci növbədə yalana, məddahlığa, tərifə son qoyulmalıdır. Vətəndaş cəmiyyətində hər bir vətəndaş öz hüququnu qorumalıdır. Oturub gözləməli deyil ki, parlament qərar qəbul edib, prezident təsdiq edib qalmışdır. İşləmir də qanun. Onu işlətmək istəmirlər. Çünki qanunu yazanlar özləri lazakalar qoyurlar ki, onu işlətməyərlər. Orada barmaq yeri qoyurlar. O vətəndaş tələb eləməlidir. Və vətəndaş fəallıq eləməlidir. Və vəzifədə oturan adamlar da vətəndaşın fəallığını nə bilim, üsyankarlıq kimi, saxta müxalifətçilik kimi qələmə verməli deyil, deməli düz deyir. Bilsən nə vaxt cəmiyyət təhqir olunur? Cəmiyyət o vaxt təhqir olunur, mən efirə demişəm, ictimai kanalda demişəm. O vaxt deyil ki, o vaxt Lenin bir sözü var, deyir, inqilab o vaxt təhqir olunur ki, proletar inqilabı ki, bir zaman istismar olunan şəxs istismarçıya çevrilir. Cəmiyyət o vaxt təhqir olunur ki, məmur vətəndaşa deyir, get, kim olsun sən şikayət elə? Məmur öz başına alır. Bu qudurlanlıqdır.